Heç kəsin ixtiyarı yoxdur ki, digərini təkfir eləsin, mürtəd desin, rafizi desin, nə bilim, nə desin, ixtiyarın yoxdur sənin. Əslində qalanda hər birimiz haqq olana deyil, haqq bildiyimizə əməl edirik. Sən haqq olana əməl edirsən, yoxsa haqq bildiyinə? Haqq bildiyinə. Onun üçün deyir, Allahu ələm, düzünü Allah bilir. İndi neyin haqq, neyin batıl olmasını ki, mən haqq bildiyim, ola bilsin ki, haqq deyil. Ola bilər ya yox? Ola bilər, çox ola bilər. Yanılmışam. Biz haqq bildiyimizə əməl edirik, düz bildiyimizə əməl edirik. İndi bildiyimizin düz olub olmamasını bu dünyada bilə bilərik ya bilmərik. Bu işlərdə bilmərik. Orada bilinəcək. Hədəfə çatanda insan bilinəcək. Peyğəmbərin əlindən Kövsər hovuzunun suyunu ilk alanlar biləcək ki, doğru yolla gəlirdi ya yox. Düz gəlirdi ya yox. Düz insanlara isnad edirdi bu yolda gəlməyə ya yox. Orada bilinəcək, burada bilinməz. Burada bilinmədiyi təqdirdə heç kəsin ixtiyarı yoxdur ki, digərini təkfir eləsin, mürtəd desin, rafizi desin, nə bilim, nə desin, ixtiyarın yoxdur sənin. Sənin ixtiyarın yoxdur demək ya. Deyə bilməzsən. Haqqın deyil, orada bilinəcək.